Görəsən, elə bir gün olacaqmı? Tüfəng atmaqdan, qan töhməkdən canımız qısaracaq. Dağlardan, bu rütubətli qayalardan bir dəfəlik əl çəkəcəyik. Hərdən ağlıma qəribə fikirlər gəlir. Deyirəm, Gəncədən uzaqda, meşənin içində bir ev tikəsən. Akuşqalı, aynəbəndli. Həyətdə ocaq qalayasan, uşaqlar qaçışar, çoxlu. Mən də bütün gün oturub onlara tamaşa eləyim. Düz deyirsən. Anam həmişə deyərdi, evladsız yurt, suyu qurumuş dəyirman kimi bir şey. Gecələr cin şəhidin gəzər belə yurtda.